Urok 18, tablitsa 1, forma qlaqola bolet, xəstələnmə feilinin hallanması. İki qaydada dəyişir. Gördüyünüz kimi birinci sütun, ikinci sütun. Birinci də ismə görə dəyişir. Əgər narahat olan yerimiz birdirsə bolet, çoxdursa bolyat olacaqdır. Misal üçün, у меня болит голова, у тебя болит голова, у него болит голова. Yəni, mənim başım ağrıyır, sənin başın ağrıyır, onun başı ağrıyır. Kişi qadın cinsində у нас болит голова, у вас болит голова, у них болит голова. Bizim başımız ağrıyır, sizin başınız ağrıyır, onların başı ağrıyır. Və ikinci forma olacaq болят зубы, dişlər ağrıyır. Zubı burada cəmdir, болят cəmdə oldu. Yine eyni qaydada у меня болят зубы, у тебя болят зубы, у него, у нее болят зубы, у нас болят зубы, у вас болят зубы, у них болят зубы. Demək, bizim dişlərimiz ağrıyır, sizin dişləriniz ağrıyır və onların dişləri ağrıyır. İkinci forma olacaqdır. Şəxsə görə hallanması. Ya болею, ты болеешь, он, она болеет. Мы болеем, вы болеете, они болеют. Demək, mən narahatam, yəni sən narahatsan, o narahatdır və yaxud da ağrıyıram, xəstələnmişəm. Mübəliyim, biz narahatıq, siz narahatsız, onlar narahatlılar və keçmiş zamanda on bolel, ana bolela, ani boleli. O narahat idi, nasaz idi, kişi qadın cinsində və onlar nasaz idilər. Keçdi tablitsa 2. Ждать feili indiki zamanda hallandırmasıdır. Я жду, ты ждешь, он ждет, мы ждем, вы ждете, они ждут. Və keçmiş zamanda он ждал, она ждала, они ждали. Və tablitsa 3, краткие прилагательные должен. Должен bizim dildə malı-məli şəkilçisidir. Он должен отдыхать, feildən qabaq gəlir. Məsəl üçün, я должна читать, mən oxumalıyam. Ты должна отдыхать, sən istirahət etməlisən və s. Deməli, burada 3 formada verib gördüyünüz kimi, əgər kişi cinsi olsa müraciət etdiyimiz должен, qadın olsa должна, cəm olsa должны. Misal üçün, Anton должен отдыхать, qadın olsa Nina должна отдыхать, cəm olsa они должны отдыхать olacaqdır və 4-cü tablitsada раз dəfə deməkdir. Bu sözün hallanmasını göstərdi. Сколько раз, neçə dəfə deyərkən, один раз, bir olsa раз qoyacaqsınız. 2, 3, 4 olsa raza qoyulacaq. 5-dən sonra təkrar 21-ə qədər hamısı raz olacaq. 22, 23, 24 təkrar olacaq, raza olacaq. Yəni gündə bir dəfə, gündə 5 dəfə və s. Və yaxud həftədə 2 dəfə, və yaxud ildə 1 dəfə və s. 2 раза в день, 5 раз в неделю, 1 раз в год и так далее. Və sonuncu oldu, deməli, хорошо, плохо sözlərinin işlənməsi. Bu, mənim halım yaxşıdır demək istəyəndə, yaxud mənim halım pisdir demək istəyəndə, rus dilində mənim deyilmir, mənə deyilir. Mənə yaxşıdır, mənə pisdir. Dательный падеж göstərib buradan, dательный падеж və bundan sonra gələn хорошо, плохо sözləri, наречие, zərf. Мне хорошо, yəni mənə yaxşıdır. Тебе хорошо, sənə yaxşıdır. Ему хорошо, kişi cinsini göstərir, yəni onun halı yaxşıdır. Ей хорошо, qadın cinsini göstərir, onun halı yaxşıdır. Və yaxud da плохо sözündən götürə bilərik. Нам плохо, bizim halımız pisdir. Вам плохо, sizin halınız pisdir. Им плохо, onların halı pisdir.